Lənkəran qalasında girirsiniz. Xan evində həyatı. Bu da Lənkəran bazarı. Əlişir mənim. Nəfslər şəhərindədir. Bəli, uşaqlar, müəllimlər hamısının devam edir. Bu nədir? Bu Şuşa qalası ki, hansı bəxtlərlə həm də onun qabağında Şuşa musiqi diyarımızdır ki, orada musiqi alətlərini Novruz bayramı. bəli, bir onu da Yaxşıdır, əlbəttə. Yaxşıdır, əsər. Lənkəran simvol olan limon ağacında o qalanın yanında yerləşdirilmişik ki, yəni qidalarını. Yaxşı. Maya Bəli, Saneli, qala qalasıdır. Lənkəran girişidir. Əzərzə. Sağ olun. Gözəllər. Necəsiniz? Necə? Xeyr edəcəksiniz. Tamam. Salam, xoş gəlmisiniz, əziz qonaqlar. Siz De. Siz mən üçün şeir deyirsiniz. Biz üçün şeir deyirsiniz. Bölüşürsünüz. Sən də. Davam elə. tədbirimdə tezim sizə xoş hallar və unutulmaz xatirələr arzulayırım. Sağ ol, sağ ol. Şeir deyəcəksiniz. Hadi, deyərlər. Azərbaycan bizim vətənimizdir. Sən. Sonra. Zon qoruyacağıq. Gedək orada çıxış edərsiniz. Gedək. Salam, əziz və dəyərli qonaqlar, hörmətli tədbir iştirakçıları. Sizi bugün xalqımızın umumilli lideri Heydər Əliyevin zəngin irsinin, xüsusilə də uşaq siyasətinin işığında keçirilən möhtəşəm tədbirdə salamlayırıq. Heydər Əliyev və uşaq siyasəti uşaqları qoruyaq, gələcəyimizi qoruyaq layihəsi çərçivəsində Lənkəran şəhər 9 nömrəli Körpələr evi uşaq bağçası və Heydər Əliyev mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gələn böyük şəxsiyyətin işığında adlı tədbirimizə başlayırıq. Bugün biz böyük şəxsiyyətin Heydər Əliyevin əziz xatirəsini ehtiramla anırıq. Onun qurduğu müstəqil Azərbaycanın bu günü, sabahı uğrunda canından keçən qəhrəman şəhidlərimizi dərin hörmətlə və sonsuz minnətdarlıqla yad edirik. İcazənizlə umumilli liderimizin və bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.
şad olsun. Bu əlamətlər anı rəsmi olaraq açıq elan etmək üçün sözü Heydər Əliyev Mərkəzinin dəyərli rəhbəri Sadıqova Reyhanə xanıma veririk. Buyurun Reyhanə xanım, söz çekin. Dəyərli qonaqlar, hörmətli tədbir iştirakçıları, əziz, sevimli fidanlarımız, balalarımız, hamınızı salamlayıram. Bugün bura bilirsiniz ki, Ulu Öndərimizin 103 illiyi ərəfəsindəyik, may ayında, gözəl bir yaz havasında bura yığışmışıq, hamınıza xoş gəldin deyirəm. Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəksə, millətimizin, ölkəmizin, dövlətimizin sabahı onlardan asılı olacaqdır. Bəli, uzaq görən siyasətçi Ulu Öndərimiz Heydər Əliyev həmişə belə söyləyirdi və o bilirdi ki, millətin, dövlətin, ölkənin gələcəyi onların, uşaqların, gənclərin əlindədir. Və Heydər Əliyev gənclər siyasəti, uşaq siyasətinin təməlini qoydu. Biz də Heydər Əliyev siyasətinin davamçıları bugün yox, illərlə bu siyasəti davam etdiririk. Və bizim belə bir layihəmiz var. Heydər Əliyev və uşaq siyasəti, uşaqlarımızı qoruyaq, gələcəyimizi qoruyaq. Və Ülker müəllimə mənə müraciət edəndə bəs belə bir tədbir ərsəyə gəlsin, mən böyük məmnuniyyətlə, ürək genişliyi ilə bu tədbiri qəbul etdim, dəstək oldum və hər bir zaman, hər bir təhsil işçisinin istəyər məktəb, istəyər bağçaların üzünə hər zaman Heydər Əliyev Mərkəzi qapıları açıldı. Yəni, hər birinə dəstək olmağa mən hazıram. Bütün kollektivimə, təkcə mən yox, bütün kollektivimiz. Və son zamanlar qarşılaşdığımız bəzi məktəblərdə olan, uşaqlar arasında olan agresiya, o problemlər hamımızı həm bir vətəndaş kimi, həm bir ana kimi, həm bir məmur kimi hamımızı düşündürür və məyus edir. Yəni, hər bir ana istəyər ki, övladı təhlükəsiz şəraitdə oxusun, təhlükəsiz şəraitdə təhsil alsın. Və mən 3 ilə yaxın Osman Mirzəyev adına uşaq evinin direktoru işləmişəm və orada həmişə tərbiyəçilərə birinci iclaslarda çıxışımın ən ümdəsi bu olurdu ki, uşaqları sevin və özünüzü uşaqlara sevdirin. Hər rəng başında sevgi durur. Deyir, əvəz yerə deməyiblər ki, dünyanı sevgi xilas edəcək. Doğrudan da belədir. Biz uşaqlara nə qədər sevgi göstərsək, nə qədər qayğı göstərsək, uşaqlar bir o qədər agresiyasız olacaqlar. İstər evdə, istər məktəbə, təkcə məktəbin üzərinə düşmür, bağçanın üzərinə düşmür. Birinci evdən başlayır, valideynlərdən, ətrafdan, sonra onların təhsil aldığı, olduğu bağça məktəblərdən irəli gəlir. Və mən deyərdim ki, bütün bunların başında nə durur? Sevgi durur. Gəlin, uşaqları sevək, onları qoruyaq, gələcəyimizi qoruyaq. Diqqətinizə görə minnətdarım. Uşaqlıqdan var idi. O, Naxçıvanda Dram Dərnəyində qoyulan klassik tamaşalarda rolları ifa edərmiş. Əhvalının yaxşı vaxtlarında isə hamıya qoşulub karaoke oxumaqdan özünü saxlamazdı və bu, onun yaxşı musiqi duyumu və texnikanı bilməsi ilə yanaşı, həm də duygusal və həssas bir insan olduğunu göstərir. Ay qız məndən üz döndərmə, amandır. Ay qız
sözlerden amandır. Esretinle her zaman, esretinle her zaman, gözüm kaldı o yollarda ağır. Heydər Əliyev sərt intizama, qaydalara riayət edilməsinin tərəfdarı olmaqla yanaşı, həm də ailə üzvlərini sevir və bu sevgini nümayiş etdirməkdən çəkinmirdi. Yəqin ona görə ki, dövləti məhz ailəsini sevən və onun gələcək taleyi haqda düşünən liderlər qura bilərlər. Məhz ailəsini sevən lider xalqını da sevə bilər. O, ömrünün son günlərinə qədər oğlunun yaxşı görünməsinin qayğısına qalar. Onun adını daşıyan nəvəsini hədsiz məhəbbətlə sevər və mərhum xanımını xatırlayarkən beləcə kədərlənərdi. Azərbaycan tarixinin çox amansız və sərt dönəmlərində yaşamışdır. Ölümün gözünün içinə dəfələrlə baxmışdır. Amma bütün bunlar onun kövrəkliyini və həssaslığını azaltmamışdı. Məsələn, bu kadrlarda o, tut ağacı mahnısına qulaq asarkən kövrəlir. Tut ağacım, tut ağacım, aman gelin, aman gelin, hak eder kanadında, yaşattım kanah yeri. Heydər Əliyev bir dəfə də Səməd Vurğunun Azərbaycan şeirindən bir bənd deyərək kövrəlir. O, 34 il idi ki, Azərbaycan xalqı qarşısında çıxış edirdi. Amma heç kəs onun kövrəldiyinin şahidi olmamışdı. O, məhz Azərbaycana həsr edilmiş şeiri deyərkən ilk dəfə kövrəlir. Sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam, doğma vətənimsən. Ayrılar mı? Könül candan, Azərbaycan, Azərbaycan. Heydər Əliyev heç vaxt belə kövrək olmamışdı. Hətta 2003-cü ildə hərbi məktəbin məzunları gənc zabitlərlə görüş zamanı ağrıdan huşunu itirəndə də o, zabitlər qarşısında çıxış edərkən kəskin ağrı hiss edərək huşunu itirir, amma yenidən səhnəyə gəlir. Sonra ağrılar yenidən təkrarlanır. Həkimlərin təkidinə baxmayaraq Heydər Əliyev 3-cü dəfə ürəyindəki və sınmış 7 qabırğa sümüyündəki ağrılarla mübarizə apararaq tribunaya, ali baş komandanı olduğu gənc zabitlərin qarşısına dayanır. Onun sifətində hansı ağrılara dözməsindən əsər əlamət belə yoxdur. O, ali baş komandan, prezident və lider kimi öz son çıxışını başa vurmalı idi və vurdu da. Heydər Əliyev 34 illik missiyasını başa vurdu və hamıya beləcə əl edib səhnəni tərk etdi. Azərbaycan tarixində bu ölkə üçün onun qədər çox iş görmüş ikinci siyasətçi sadəcə yoxdur. O doğrudan da xoşbəxt adam idi və belə deməyə tam haqqı vardı. Siyasətçinin sonunda mən xoşbəxt adamam sözlərini deyə bilməsi isə yalnız öz xalqına verdiyi bütün vədlərə əməl etməsindən və onun tarixinə əbədi olaraq müsbət qəhrəman kimi düşməsi nəticəsində mümkündür. Bu, Heydər Əliyevə qismət oldu. O, 80 illik keçməkeşli, enişli yoxuşlu həyat yaşadıktan sonra bu səhnədə durub son nitqini söylədi və o, 80 yaşında ömrünün son günlərində olduğunu bilə-bilə özünü xoşbəxt hiss edirdi. Qoy çaylarımız qurumasın, qoy ağaçlarımız kəsilməsin, qoy çırağımız sönməsin.
əziz tədbir iştirakçıları və sevimli balalar. Bugün biz təkcə bir tədbir deyil, büyük bir şəxsiyyətin nuruna toplaşmışıq. Bunun xalqını sonsuz məhəbbətlə sevən, Azərbaycanı zirvələrə ucaldan dahi lider Heydər Əliyevin nurudur. Biraz önce izlediğiniz video çarkta onun şərəfli ömür yollarını gördük. Ardınca milli rəqsimizlə bu torpağın ruhunu, bu xalqın qürurunu hiss etdik. Bugün ise səhnədə onun en büyük arzusu dayanır. Gələcəyimiz olan balaca körpələr. Onların baxışlarında ümid, sözlərində sevgi, qəlblərində isə Azərbaycan var. Gəlin bu saf duyğuların səsinə qulaq verək. Gəlin gələcəyin addımlarını birlikdə alqışlayaq. Buyurun, balalarımızı böyük sevgi və alqışlarla qarşılayın. Bugün böyük bir insanı xatırlamaq üçün toplaşmışıq. Onun tarixi qızıl hərflərlə yazılan tarixi şəxsiyyət. O xalqını sevən, vətənini uzaqdan bir liderdir. Ulu Öndər Heydər Əliyev. Onun sayəsində Azərbaycan gücləndi, gələcəyindən addımladı. Biz balaca olsaq da onu bizə əmanət etdiyi vətəni çox sevirik. Ulu Öndər Heydər Əliyev bizim qəlblərimizə işıq saçan böyük rəhbərdir. O deyirdi, uşaqlar bizim gələcəyimizdir. Biz də onun layiqli davamçısı olacaq. Biz bugün onun xatirəsini sevgiyle, hürmətlə yad edirik. Qəlbimizdə daim yaşayacaq. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Azərbaycan kimi vətənimiz var, Heydər baba kimi öndərimiz var. Bu torpağın köçücəyi, Heydər babamızın nəvələri. Bu torpağın köçücəyi, Heydər babamızın nəvələri. Biz bu torpağın köçücəyi, Heydər babamızın nəvələri. Biz bu torpağın köçücəyi, Heydər babamızın nəvələri. O bizim bölümdən ürəyimizdir, hər zaman əlində gələyimizdir. Biz bu torpağın köçücəyi, Heydər babamızın nəvələri. 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 Biz bu torpağın Körpü salıram.
Bəzən sizə böyük insanların səsini çatdırıram. Sen kimsen? Senin sesini eşitirik ama seni görmürük. Mən sizə böyük bir insanın izini göstərəcəyəm. Elə bir insan ki, xalqını işığa aparır. Kimdir o? Bu, Ulu Öndər Heydər Əliyevdir. O bize ne yadigar koyur? Ən böyük əmanəti, vətəni. Onun simvolu isə bayrağımızdır. Bakın bu bizim bayrağımızdır. Bu bayrak bizim gururumuzdur. Bu bayrak bizim tarihimizdir. Bayrak bizim geleceğimizdir. Bu bayraq daim ucalarda dalğalansın deyə siz onu qorumalısınız. Biz söz veririz. Azerbaycanımızı seveceğiz. Bayrağımızı uda tutacağız. Ulan nerede? Yoluyla gezeceğiz. Ulu Önder, büyük insan, adın düşüp dillere. Senin açtığın bu yollar ışık salır ellere. Azerbaycan seninle daha uzanır bak. Senin yolunda bizim bu güzel doğma diyor. Biz de senin yoluna adımlayan nesil, senin kimi vətəni ömürlük sevəcəyik. Ey büyükçe sen bensen, yolduğum yuva meskensen, anam babasansan, ayağın ucunu candan, Azerbaycan, Azerbaycan. Büyük bir tarihi, büyük bir şəxsiyyətin izləri ilə addımlayırıq. Ulu Önder Heydər Əliyev yalnız keçmişimizin değil, hem de geleceğimizin yol göstericisidir. Onun ideyaları bugün de yaşayır. Onun sevgisi bugün de bizim kalbimizdedir. Aziz uşaqlar, gelin Ulu Önder'in bize emanet ettiği vətənimizi daim sevək ve koruyaq. Adım yaşayın, erkende şehirde bizim yaşayın. Güneşlerde senin sözün yaşayın. Ey bu önderin, o önderin. Güneşlerde senin sözün yaşayın. Ey bu önderin, o önderin. Əziz qonaqlar, indi isə tədbirimizdə iştirak edən dəyərli qonaqlarımızdan birinə söz vermək istəyirik. Təhsildə olan diqqəti və qayğısı ilə hər zaman yanımızda olan Lənkəran Astara Regional Təhsil İdarəsinin Lənkəran rayon üzrə sektor müdürü hörmətli Ağaməl Şəmmədovu səhnəyə dəvət edirik. Buyurun. Qonaqlar, dəyərli müəllimlər, əziz körpələr, hər birinizi
bizim xalqımızın ulu öndəri, böyük oğlu ümummilli lider Heydər Əliyevin 103-cü il dönümünə həsr olunmuş tədbirdə xoş gördük və hər birinizi salamlayırıq. Təbii ki, uşaqlarımız nə qədər xoşbəxt yaşayırsa, nə qədər xoşbəxt böyüyürsə, demək ki, gələcəyimiz parlaq olacaq. Ümummilli lider Heydər Əliyev uşaqları həqiqətən çox istəyirdi. Bütün tədbirlərdə uşaqlara xüsusi qayğı göstərirdi, xüsusi diqqət göstərirdi. Hətta onlarla oturub söhbət də edirdi, zarafatlaşırdı da. Biz bunların hamısını kadrlarda görürük. Və onun həqiqətən daha çox işlətdiyi bir cümləsi odur ki, uşaqlar bizim gələcəyimizdir, onların yaxşı yetişməsi dövlətin vəzifəsidir. Bəli, bu vəzifəni dövlətin üzərinə qoymuşdur. Bugünkü günü bağçalarımızda, körpələr evi uşaq bağçamızda, uşaqlar vətənpərvərliyi ruhunda, Azərbaycançılıq ruhunda və ölkəsinə, dövlətinə, vətəninə bağlı bir vətəndaş kimi formalaşır. Bu, o deməkdir ki, ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi kursun davamçısı İlham Əliyev cənabları Ali Başkomandan bunu 44 günlük vətən müharibəsində yağı düşməni bizim torpaqlardan qovaraq işğal olmuş əraziləri azad etdi və onun timsalında da gördük. Və həmin gənclərdir ki, yetişmişdi və 2020-ci ildə biz onların vətənpərvərliyini biz gördük. Təbii ki, bağça çox çətindir. Bağçada tərbiyəçilərin və bağça rəhbərlərinin həqiqətən uşaqların formalaşmasında əziyyəti böyükdür. Mən istəyərdim ki, bütün kəndlərimizdə 3 uşaq olan bir kəndimizdə də hətta bağça olsun. Mən bunu arzulayardım. Çünki bağçada uşaqların tərbiyələnməsi, həqiqətən formalaşması, belə bir tədbirlərin təşkil olunması bu böyük bir işdir. Bunu biz görürük və eləcə də bu tədbir də onlardan biridir. Bu tədbirin təşkil olunmasında mən minnətdarlığımı bildirirəm Heydər Əliyev Mərkəzinə, Reyhana xanıma, o cümlədən 9 nömrəli bağçanın kollektivinə və rəhbərliyinə təşəkkürümü bildirirəm. Bəli, uşaqlarımız bizim gələcəyimizdir. Biz onlarla daha ciddi məşğul olmalıyıq ki, bizim gələcəyimiz təhlükədə olmasın və belə görünür ki, bu dövlət siyasətinin aparılması nəticəsində gələcəyimiz həqiqətən ümidli görünür. Bağça haqqında bir neçə kəlmə də demək istəyərdim. Deməli, bizim Asif Cahangirovun bir kitabı var, Təhsilimizin dünəndən, bugündən sabaha adlı bir kitabdır. Məktəbə qədər təhsil müəssisələrinin konferansında Avropanın hansısa bir ölkəsində, Singapurda ya Almaniyada olub bu tədbir, səhvləmirəmsə, orada səsləndirilib ki, bağça biz uşaq, yeniyetməlik, gənclik, ondan sonra məktəb illəri bitir, sonra universitet illəri. Biz universiteti ən yuxarı ali təhsil müəssisəsi adlandırırıq. Amma həmən konferansda belə bir qərar qəbul olunub ki, ali təhsil müəssisəsi bağçanın özü olmalıdır. Yəni, təməli necə qoyulursa, istənilən bir binanın təməli yaxşı qoyulanda o bina dözümlü olur. Görürsünüz ki, zəlzələlərdə də davamlı olur. Yəni, onun da bir mənası vardır. Əlbəttə ki, bağçamızda uşaqların həqiqətən təməli qoyulur. Həqiqətən uşaqlarımız orada yaxşı tərbiyələnsə, bu bina möhkəm olacaq, davamlı olacaq. Və hər bir balamızı burada mən xoşbəxt görmək istəyirəm. Uşaqlarımız elə olsun ki, heç bir sual onlar üçün sual olaraq qalmasın. Və çox istərdim ki, hər bir körpənin sualına cavab tapılsın. Körpələr evdə də, bağçada da böyüyürlər. Təbii ki, bizim valideynlərimiz bağçaya gətirib qoyandan sonra evlərdə onlarla bir yerdə olur. Uşaq sual dolu bir dünyadır. Bütün 24 saata əgər uşaq yatmasa həmişə sual verəcək. Və mən bu çətin və şərəfli işdə bağça işçilərinə də uğurlar arzulayıram və uşaqlarımızın gələcəkdə xoşbəxt olmasını istəyirəm. Sağ olun, çox sağ olun, minnətdarım. Sizə təşəkkür edirik. Çox sağ olun.
İndi isə sizi çox duyğulu bir çıxışa dəvət edirik. Ulu öndər Heydər Əliyevə həsr olunmuş bu şeir məktəbinin saf qəlbindən gələn sevgi və hörmətin ifadəsidir. Zəlimxan Yaqub, mən Azərbaycanlıyam. Balaca məktəbli qiraətçimizi səhnəyə dəvət edirik. Öyünürdü. Öyünür öz xalqının adıyla. Öyünürdü bu xalqın böyük istedadıyla. Onun üçün dünyada ən böyük şərəf idi Azərbaycanlı olmaq. Həmişə mərd, mübariz, həmişə canlı olmaq. Hər dəfə ucalırdı göyün 7 qatına, xalqın adını çəkib Azərbaycan deyəndə, Azərbaycan eşqinə, vətənə can deyəndə. Bilirdi bu torpağın nələr keçib başından. Sular göl-göl olubdu gözlərinin yaşından. Oğulları, qızları güllələrə yem olub. Sərvəti çox olsa da, son qazancı qəm olub. Hansı dağa əl atsam, altından qızıl çıxıb. Mənim qızıl baxtımı qara pula döndərən nə qədər yağı çıxıb, nə qədər rəzil çıxıb. Ən güclü tufanlara dağ kimi gəlib sinə. Yenə dözüb dayanıb ən acı tarixlərin ən ağır zərbəsinə. Çox olsa da yer üstə öldürənlər, ölənlər, çox olsa da buyurdu böldürənlər, bölənlər. Öldürə bilməyiblər milləti millət kimi. Qalıb adı, ünvanı, qalıb yeri, nişanı. Tarixlərə həcc olan böyük həqiqət kimi. Ona görə deyirdi qürurla, iftixarla, ən böyük bir vüqarla. Nağıllı, əfsanəli, şeirli, dastanlıyam. Həmişə fəxr etmişəm mən, Azərbaycanlıyam. Başım ucadan uca, köküm dərindən dərin. Mayası məndə gəzgədi məsatirlərin. Qobustan qayasıyam. Yağların önündə əyilməyib qamətim, bükülməyib dizlərim. Bu qocaman dünyada mənim cavanlığım var. Qorqud qocalığımsa Babəkdir cavanlığım. Xətai qılıncıdır əsl qəhrəmanlığım. Mən vətəndən nə desəm, var səsimlə deyirəm. Odlar yurdu deyilən əbədi nişanım var. Bu doğru olmasaydı, saçımdan dırnağıma ateşlə dolmasaydım, çoxdan söndürmüşdülər işığımı, nurumu. Çoxdan sındırmışdılar sınmayan qürurumu. Tufanların əlində didərdilər tükümü. Baltalara güc verib kəsərdilər kökümü. Bac vermədim düşmənə, bacala bilmədilər. Ruhumla, nəfəsimlə qoca şərqin ən dolu, ən zəngin aləmiyəm. Yenə də ayaqdayam. Millətəm, millət kimi. Dövlətəm, dövlət kimi. Keçmiş uludan ulu. Tarix qədimdən qədim. Xalqımı, millətimi mən bütün tarix boyu uca görmək istədim. Haqqım var bu istəyə. Ən böyük ümidlərim bağlıdır gələcəyə. Bəyli bəyzadəliyəm, xaqanlıyam, xanlıyam. Həmişə fəxr etmişəm. Həmişə fəxr etmişəm mən Azərbaycanlıyam. İndi isə söz verilir bağçamızın dəyərli rəhbəri, uşaqların inkişafına daim xüsusi qayğı ilə yanaşan hörmətli, dəyərli Nuriyeva Ülkər xanıma. Hörmətli qonaqlar, dəyərli həmkarlar, əziz iştirakçılar, əziz balalar. Heydər Əliyev və uşaq siyasəti, uşaqları qoruyaq, gələcəyimizi qoruyaq layihəsi çərçivəsində keçirilən böyük şəxsiyyətin işığında adlanan tədbirdə bir araya gəlməyimiz dərin məna və böyük məsuliyyət daşıyır. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev öz həyatı və fəaliyyəti ilə sübut etmişdir ki,
Güclü dövlətin təməli sağlam, vətənpərvər, savadlı nəsillər üzərində qurulur. O, uşaqlara yalnız qayğı göstərməyi deyil, onları qorumağı, düzgün istiqamətləndirməyi və cəmiyyətin layiqli üzvləri kimi yetişdirməyi dövlət siyasətinin əsas prioritetinə çevirmişdir. Ulu öndərin uzaq görən siyasəti nəticəsində ölkəmizdə uşaqların hüquqlarının qorunması, onların keyfiyyətli təhsil alması, sağlam mühitdə böyüməsi, onların inkişafı üçün mühüm zəmin yaradılmışdır. Bu siyasət bugün də davam etdirilir və gələcək nəsillərin rifahına xidmət edir. Bu layihə çərçivəsində keçirilən tədbirlər uşaqlarda vətənə sevgi, milli dəyərlərə bağlılıq, humanizm və sosial məsuliyyət kimi mühüm keyfiyyətlərin formalaşmasına xidmət edir. Bugünkü tədbirimizdə səslənən fikirlər, nümayiş olunan çıxışlar və ən əsası uşaqların sevinç dolu baxışları bizi bir daha göstərdi ki, gələcək məhz bugünün qayğısı ilə formalaşır. Uşaqlar bizim ümid yerimizdir, gələcəyimizin işığıdır. Onların hər bir uğuru, onların hər bir sevinci bizim üçün böyük dəyərdir. Onlara baxdıqca inanırıq ki, Azərbaycanımızın sabahı etibarlı əllərdədir. Hörmətli tədbir iştirakçıları, bəzən bir uşağın gülüşü bir ölkənin gələcəyindən xəbər verir. Bugün biz həmin gələcəyi gördük, hiss etdik, duyduq. Bir daha anladıq ki, uşaqları qorumaq yalnız bir vəzifə deyil. Bu mənəvi borc gələcəyə verilən sözdür. O söz ki, gəlin bu sözü birlikdə qoruyaq. Gəlin ulu öndərin bizə miras qoyduğu dəyərləri yaşadaq. Uşaqlarımızın xoşbəxt, sağlam, firavan böyüməsi üçün, işıqlı gələcəyi üçün daha çox çalışaq. Unutmayaq, bugün qoruduğumuz hər bir uşaq sabah quracağımız Azərbaycanın təməlidir və o təməl nə qədər möhkəm olsa, gələcəyimiz bir o qədər uca olacaq. Sonda bu tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə, başda mərkəzin rəhbərliyi, kollektivi Reyhanə xanım Sadıqova olmaqla hər birinizə təşəkkür edirəm. Bugün dəyərli vaxtımızı ayırıb gələn regional təhsil idarəsinin əməkdaşlarına, təhsil sektorunun əməkdaşlarına və dəvət olunan bütün qonaqlara, valideynlərə öz təşəkkürümü bildirirəm. Diqqətinizə görə sağ olun. İndi isə tədbirimizi gözəl bir musiqi ilə davam etdiririk. Heydər Babam adının mahnının sözləri Sadıqova və Reyhanə xanım tərəfindən yazılıb, musiqisi isə Musiqi Məktəbinin bəstəkar müəlliməsi Zəminə xanım, ifası isə Əsəd Məmmədova məxsusdur. Üzürlü səbəbdən Əsəd bəy bugün tədbirimizə qatıla bilmədi. Gəlin onun ifasında gözəl mahnını dinləyək. Gözlerinde mavi deniz
Abdullayev adına Ümumi Orta Məktəbin direktoru Səadət Kazımovaya verilir. Buyurun, sizi dinləyirik. Salam, hörmətli tədbir iştirakçıları, əziz qonaqlar, dəyərli uşaqlar. Sonda hər bir çıxış etmək bir qədər məndən öncə hər bir çıxış edənlər, hörmətli Ülkər xanım, Reyhanə xanım, Ağaməd müəllim, sizlərdən sonra söz söyləmək biraz mənim üçün çətindir və ağırdır. Çünki bugün ən gözəl günlərdən biridir. Ümumilli lider Heydər Əliyevin 100 ilində əsr olmuş uşaq siyasəti, uşaqların bugünü gələcəyi sözdə deyilir və bugün o bariz nümunəsini əslində biz əməldə də gördük. Və mən sizin hər birinizə bugün Reyhanə xanıma da, Ülkər xanıma da bu şəraiti mənə yaratdığı üçün və çıxış etdiyim üçün, həm də bu gözəl tədbirdən zövq aldığım üçün ilk öncə təşəkkür etmək istəyirəm. Həqiqətən Heydər Əliyev Azərbaycanda hər zaman öz sözünü demiş, Azərbaycanın qurucusu, əsl ziyalı, vətənpərvər ruhlu bir insan idi. O ölümündən sonra da bu ziyanı bizlərə ötürüb və bunun bariz nümunəsini biz bugün gördük. Heydər Əliyev və uşaq siyasəti illərlə onun düşüncəsində hər zaman prioritet məsələlərdən biri olur. O düşünmüşdür ki, Azərbaycanın gələcəyi yalnız milli, mənəvi dəyərlərə sahib insanlardan yaranmalıdır və bunun bir daha nümunəsində biz onun özünün ailəsinə, övladına və vətənimizin övladlarına olduğu münasibətindən bir daha gördük. Bu münasibət bugün Azərbaycan təhsilinin də, məktəbə qədər təhsilin də, ailələrində də özünü əks elətdirir. Hər bir Azərbaycanlı ailəsi milli mənəvi dəyərlərə söykənir, əsl bizim ümumilli liderin istədiyi kimi. Və buna söykənərək də bugün Azərbaycanda Azərbaycançılıq, milli mənəvi dəyərlər daha çox üstünlük təşkil edir. Bunu biz elmin sahələrində də müxtəlif təşkilatlarda da görürük. Bu siyasət hələ illər əvvəl başlamış və əslində uşaqların hüquqları da burada qorunmağa başlamışdı. Bu da Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə 1998-ci ildə uşaq hüquqları ilə bağlı uşaqların təhsil, müdafiə və sağlamlıq hüquqları ilə bağlı konvensiya qərarlar qəbul edilmişdi. Bir daha demək istəyirəm ki, bu konvensiyalardan sonra hər bir təhsil sahəsində də onların qorunmasına nail olmuşlar. Bunun bariz nümunəsi olaraq bugün onu deyə bilərik ki, Heydər Əliyevin yürütdüyü siyasətin davamçıları, ümumilli liderimiz hal-hazırda onun övladı İlham Əliyev və Azərbaycan vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən sürülür. Çünki artıq məktəblərimizdə də, bağçalarımızda da müxtəlif olan uşaq siyasətinin nümunələri olaraq STEM tədris dərsləri, rəqəmsal bacarıqlar və icma əsaslı məktəbə qədər təhsil vardır, yaradılmışdır. Bunlar da o siyasətinin bugünə dayanan təməlidir. O, illər əvvəl Heydər Əliyev milli lider bu siyasəti yürütmüş və bugün onun təməli hal-hazırda bizlərdə və məktəblərdə, bağçalarda icra olunmaqdadır. Milli liderin bir arzusu da var idi ki, Azərbaycan övladları, bizim gələcəyimiz olan övladlar, milli düşüncəli, vətəninə sadiq və müasir, yanaşmalı bir gənclər olsunlar. Və ümid edirəm ki, artıq buna bizlər, sizlərlə bir yerdə dövlətimiz olaraq, xalq olaraq onun arzusunu həyata keçirmişik, nail olmuşuq və bundan sonra da nail olacaq. Çox sağ olun, hər birinizə təşəkkür edirəm dinlədiyiniz üçün. Var olun. Hörmətli qonaqlar, indi isə sizi unudulmaz bir ana dəvət edirik. Birazdan eşidəcəyiniz səs dahi lider Heydər Əliyevin öz səsidir. Onun ən sevdiyi nəğmələrdən biri Küçələrə su çəkmişəm. Bugün bu nəğmə sadəcə səslənməyəcək. Bugün bu nəğmə yaşayacaq. Hazırsınızmı bu gözəlliyi alqışlarla qarşılamağa? Elə isə buyurun, Küçələrə su çəkmişəm rəqsi gəlir. Küçələrə su səpmişəm, küçələrə su səpmişəm, yar gələndə toz olmasın, yar gələndə toz olmasın.
şahid olduk ki, böyük şəxsiyyətlərin yolu davam edir. Bu yol balaca ürəklərdə yaşayır, bu səhnədə davam edir. Dahi lider Heydər Əliyevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Tədbirimizə qatıldığınız üçün hər birinizə dərin təşəkkürümüzü bildiririk. Sağ olun, var olun. Bugün unudulmaz günü birlikdə xatirəyə çevirmək üçün sizləri səhnəyə dəvət edirik. Buyurun, xatirə şəkli çəkdirməyə.